Biz elə bir dövrdə yaşayırıq ki, bugün bizim təhsil sahəmizi idarə edən şəxslərin təhsildən anlayışları olmasa da, amma idarə etmə psixologiyası və kütlə psixologiyasını çox gözəl bilirlər. Əvvəla bu proses 2 ildən sonra həyata keçiriləcək. Çox maraqlı bir haldır. Nə baş verib ki, 2 ildən sonra nəzərdə tutulan həyata keçiriləcək bir məsələni bu dəqiqə gündəm alən dəyir bir-birinə. Bugün Azərbaycan məktəblərində sinif jurnalları hələ verilməyib regionlarda. Məktəblərdə qeydiyyat aparılmır tədris prosesinin. Məktəblərimiz artıq qış mövsümü başlayıb. Məktəblərimizin yüzlərlə məktəbimizdə istilik problemi var və qanunvericiliyə görə hətta bizim dağlıq dağ ətəyi rayonlarımızda demək ki, hal-hazırda soyuqdan oturmaq olmur siniflərdə. Bu problemlər bir yana. 100-dən artıq məktəb bağlanıb, bu məktəblərin statusu, orada oxuyan bir neçə min şagirdin talihi bəlli deyil. Oturub təzədən bağlanan məktəbə şagirdləri yığıblar, gəlin sizə onlayn dərs keçirik. Əgər onlayn dərs keçəcəkdirsə, bu məktəbi niyə bağlamısınız? 100-lərlə məktəblərimizdə müəllim yeri vakantdır. Ölkənin hər 5 məktəbin birində direktor vəzifəsi vakantdır. 4300-dən artıq məktəbimiz var, 850-dən artıq məktəb vakantdır. Ölkənin hər 3-4 məktəbindən direktor müavini vəzifəsi, halbuki məktəbi aparan şəxs bunlardır, vakantdır. Ölkə təhsili elə bərbad vəziyyətdədir və bu bərbadlığı gizlətmək üçün bir oyun atılıb ortaya. Bəli, çox yaxşı fikirdir. Bütün dünya sistemində, beynəlxalq sistemdə müəllim ştatda olmalıdır. Bu çox doğru addımdır, buna keçməliyik. Amma əgər bugün keçmiriksə bunu, 2 ildən sonra keçəcək. Biz reallıqla yaşayan bir xalqıq. Sabah nə olacaq özümüz də bilmirik. Allah hər şey xeyrisindən qismət eləsin. 2 il bundan sonra həyata keçiriləcək bir məsələni bugün gündən manşet eləyib, təhsildə baş verən real problemləri gizlətməyin adı nədir? Mən düşünürəm ki, cəmiyyət olaraq biz daha çox reallığa köklənməliyik və bugün təhsildə funksional vəzifələrdə çalışan şəxslər bugün məktəblərimizdə olan real problemləri həll etmək üçün çalışmalıdırlar. O ki, qaldı, müəllim ştat vaidinə keçməlidirmi? Bəli, dünyanın bütün ölkələrində ştat vaidlərindədir. Bu proses necə olacaq? Bunun elmi əsaslandırılması olmalıdır. Yəni, hər bir nazirlikdə, reallıqda belədir. Strateji təhlil, planlaşdırma, proqnozlaşdırma şöbəsi var. Atılacaq hər bir addım, hətta sizin kimi iri şirkətlərdə də bu kimi mütəxəssislərə həmişə ehtiyac var ki, atılacaq istənilən bir addım təhlil olunmalıdır. Müsbət tərəfləri, mənfi tərəfləri, müsbət tərəfin gətirdiyi avantaj, fürsətlər və yaxud da mənfi tərəfin gətirdiyi risklər öncədən qarşılanmalıdır. Bu təhlillərin heç biri olmadan biz belə düşünürük, biz belə fikirləşirik anlayışı ilə ölkənin aparıcı sistemini, yəni sahəsini idarə etmək mümkün deyil. Mən düşünürəm, həm cəmiyyət, həm təhsil sahəsində idarə etmə orqanlarında çalışan bütün şəxslər, başda cənab nazir olmaqla bütün fikrimizi, enerjimizi təhsildə bugün real problemlərə yönəltməliyik və onda daha belə deyək, bir real bir iş ortaya qoymuş olaraq. Cəmiyyətdə aqressiya da var.